Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmen ya kerim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, değerli Müslümanlar, elhamdülillah artık biz Zad Akademiyası'nın Əqidə dersinin 4. ve sonuncu müstəvidəyik. Allah bize bunu da bitirmeyi muvaffak etsin bunu da bitirmeye sevib razı kaldığı şekilde. Elhamdülillah. Deməli bu bölüm neden ibarətdir? Birinci oxuyacağıq inşallah bu içindekileri mündəricət. Ondan qabaq sadəcə şeyxlərimiz də bəzən dərslərdən bütün dersler her bir dersten qabaq və yaxud bir bölüm bitirəndən sonra yeni bölüme keçəndən qabaq her zaman ixlasla bağlı biraz zikr edərlər ki, yani her bir əməldə ixlas vacib olduğu kimi Allah'ın nedir? Dərgahında əməllər qəbul olunmasının şərtlərindən ikisi hansılardır? Şübhəsiz ki, iman sahibi olmaq vesaire ondan başka. Birincisi ihlastır, ikincisi savab, yani sünneye muvafık olmak. Sünneye muvafık olması əməli. Birinci ise ihlastır. Bütün əməldə olduğu kimi biz de mesela elm tələb edirik, ders alıb, ders verir. Bu əməldə, bütün əməllərin içində şübhəsiz ki, ixlasla olmalıdır ki, Allah subhanahu teala bunu bizden qəbul etsin. Ona göre Allah subhanahu teala'dan istəyir ki, Allah bizi bu əməldə ixlasla etsin, yalnız və yalnız onun razılığı kazanmaq üçün edilən əməllərdən etsin. Amin. Səhifəni gətirir. Deməli, bu nədir? 4-cü Zad Akademiyasının 4-cü müstəvisi əqidə dərsliyində. Burada bütün bu dərslikdə keçəcəyi mövzular hansılardır? Hemen burada yazdığımız ehtiva etdikləri nədir? Bidət və qaydaları. En birinci. Bidət və qaydaları. Ondan sonra təkfir və qaydaları. Ondan sonra qiyamət saatının əlamətləri. Ondan sonra sahabə radiyallahu anhum və əhl-i beyt haqqında və övliyə və kəramətləri və ən sonuncu mövzu şəfaət mövzusu. Bu dərslikdə 4-cü müstəvidə keçəcək mövzular bunlardır. İndi isə ən birinci başda nədir? Bidət və qaydaları. Bugün bu dərsi keçəcək. Bidət və qaydaları. Və bunun indi mətndə keçəcəyi kimi çox əhəmiyyəti var. Yəni çox əhəmiyyəti var. Ümumiyyətlə əqidə dərsliyi, əqidə belə deyək, elmi 3 hissədən ibarətdir əsas. Var əqidənin məqsədləri, var o məqsədə çatdıran vəsilələr, bir də bu məqsədləri qoruyanlar, yəni himayəsi, onun himayəsi və həmən bu bidət və qaydaları mövzusu əqidənin məqsədlərini qoruyan qismdir, ən son qismdir. Ona görə burada sonuna saxlanılır bunlar. Yəni bu nədir? Əqidəmizi həmən o bidətlərdən, bütün yəni qatqıdan və s. qoruyan mövzulardır. Bidət və qaydaları. Bunda biz biləcəyik nələr bidətdir, nələr sünnətdir. Yəni bir əməlin bidət olub olmadığını hansı qaydalar var. Hansı qaydaları biləndən sonra biz onun artıq bidət olduğunu biləcəyik. Çünki bugünkü gündə göz qarışdırırlar bəziləri. Adətlə bidət, məsələn, eşidir. O gecə bilmir necə məsələsin. Yəni müşriklərə oxşaya müşriklərin keçirtdiyi bayramları, yəni müşriklər keçirtdiyi kimi İslam bayramlarını başlayırlar keçirtməyə və adın qoyulur adətlərdəndir. Halbuki biz adicə birinci mərhələdə belə fiqhi qaydalarda keçmişik. Ən son qayda nə idi? Üzərində icma olunmuş. Əl-adə muhakkəmə və yaxud muhakkəmə. Yəni adət, yəni belə deyir, özünə mühakimə olunandır, həkim edəndir və yaxud yəni hakimdir, belə deyir. Adət hakimdir. Orada biz şərt qoşmuşuq ki, alimlərin şərtidir. Yəni biz keçmişik sizinlə. Yəni nədir? Adətlər şəriətə müxalif olmamalı və orada şəriətdə münkər sayılan bir şey olmamalıdır. Onda ancaq və digər şərtlər olmaqla bərabər o adət mübah sayılır. Amma bugünkü gündə təəssüflər olsun müsəlmanlar, yəni kafirlərə bənzəmək bir münkərdir. Yəni bu münkəri nəzərə alınaraq adın adət qoyub özlərini tam yəni baxsan, yəni müşriklərlə heç bir fərqi yoxdur. O bayramları keçirtməkdə olsun və s. digər məsələlərdə olsun. Və burada biz həmən bu qaydalar keçəcəyik. Nələr adətlərə aiddir, nələr bidətlərə aiddir ki, bir-birini qarışdırmamaq üçün. Ondan sonra deməli, yəni bu mətndə keçəcək. Mətnə keçək birbaşa. Deməli, birinci fəsil nədir burada? Bir neçə fəsildən ibarətdir bu dərslik, sonuncu müstəvi və birinci fəsil nədir? Bidət və qaydaları.
Bidət və qaydaları. Bidət haqqında söhbət son dərəcə əhəmiyyətli və təhlükəli mövzulardandır bidət özü. Çünki bidət nədir? Bidət özü təbdil adlandırırlar həm də alimlər onu və yaxud da ixtira, yəni dini dəyişdirməkdir. Bidət əsl həqiqi olan dini, Allahın indirdiyi Subhanahu Teala dini dəyişdirməyə girər, dəyişdirməkdir. Ona görə nədir? Son dərəcə həm əhəmiyyətlidir, həm də ki, təhlükəli mövzulardandır. Çünki bidət haqda danışmaqda kitab və sünnənin himayəsi var. Yəni bidət haqqında biz danışırıqsa, bu söhbətin içində kitab və sünnəni qorumaq, himayə etmək var. Ona görə kitab və sünnəni qorumaq əhəmiyyətlidir. Əlbəttə əhəmiyyətlidir. Ona görə bu bidət haqqında söhbət də çox əhəmiyyətlidir. Özəlliklə də bir çox müsəlmanlar dinlərində Allaha və axirət gününə iman gətirən ağıllı müsəlmanın razı qalmayacağı bidətlər və xurafatlar çıxarıb özlərindən. Yəni, adi bir müsəlman, Allah və Rəsulun, yəni Allaha və burada mətndə deyil, və axirət gününə iman gətirən, ağıllı başında ağıllı olan hər bir müsəlmanın razı qalmayacağı həmən o bidətlər, xurafatlar çıxarırlar. Bir çox insanlar bugünkü gündə. Hətta çox vaxt görərsən ki, bidət sanki bir sünnət olaraq yeridilir, yəni təbliğ olunur, yəni insanlara təqdim olunur bir sünnət olaraq. Bidət o cür bidətə təşviq edilir. Halbuki sünnətə bu qədər təşviq olunmur. Ondan sonra burada bir şey var, bəzi insanların istifadə etdiyi mövzu var. Yəni biz əhl-i sünnət onların etdiyi kimi etmir. Ona görə bidətin nə olduğunu izah edir, nədir sünnənin nə olduğunu izah edir, bidətdən çəkindirir, sünniyə dəvət edir. Yoxsa bəzi insanların məşhur sözü var ki, insanları öz Rəbləri ilə baş-başa bıraq. Yəni ki, nə işin var? Yəni insan özləri bilər, o bilər, Rəbbi bilər. Yəni onlara qarışma və s. Özləri bilər kim necə ibadət eləyər, Allah qəbul edir ibadətləri, biz heç nə deyə bilmərik və s. və s. Belə də etsə xoşdur. Yəni cürbəcür, hətta yəni uydurma rəvayətlər gətirirlər və s. ki, insanları bıraq, heç olmasa necə ibadət edirlərsə etsinlər, heç işin olmasın. Yoxsa yəni heç ibadət etməkdənsə daha yaxşıdır və s. Yəni, bu belə deyil. Əhl-i-Sünnə vəl-Cəmaət hər zaman haqqı yaymışdır. Şübhəsiz ki, məsləhət, məfsədət məsələsi var bəzi hallarda. Yəni, müəyyən şeydən, pislikdən çəkindirmək, məsəl daha pis, ondan da pis nəticə ilə yəni, sonuçlanacaqsa, nəticələnəcəksə, ona dəvət etmək caiz deyil. Məsələn, bəzi şeyləri demək caiz deyil. Mərhələ-mərhələ, ən vacib şeylərdən başlayırsan. Ən vacib şeylərdən başlayır. Amma ümumən bu cür insanlara heç bir şey dəvət etmələ, başlı-başlı bıraq, özü bilər, Rəbbi bilər. Bu cür, bu deməli, əhl-i sünnənin mənhəci deyil. Əl-əmr bil-məruf, yəni, yaxşılığı əmr edib pisliklərdən çəkindirmək əhl-i sünnənin mənhəclərindəndir ki, vacibdir. Şübhəsiz imkan daxilində kim əllə bacarırsa əllə, dillə, sonra ən son nədir? Qəlblə. Deməli, qaldıq nədir? Hətta çox vaxt görərsən ki, bidət sanki bir sünnət olaraq yeridilir, insanlar arasında yayılır. Hətta bidət ucbatından sünnət inkar edilir. Yəni, bidət o qədər yayılır, bidət o qədər din adı altında yayılır. İnsanlar onu din olaraq, sünnət olaraq qəbul edir. Sünnət kimi insanlara dəvət edilir. İnsanlar arasında yayılır. Ona görə nədir? Sünnət gələndə isə hədisdə gəldiyi kimi nədir? Bu din qərib olaraq gəldi, qərib olaraq da gələcək. İnsanlara o qəribə gəlir. Ona görə sünnət gələndə sünnət inkar edilir. Bu dindən deyil, siz filan kəslərsiniz və s. inkar edilir. İnkar edilir, ərəbcə biz olduğu kimi tərcümə elədik, amma mənaca başqa mənada verə bilir, yəni tanınmaz hala. Münkər mənası həm də inkar edilməkdən savayı, yəni tanınmaz hala gəlir. Yəni insan sünnət gəlir, onu dindən tanımır, din olaraq onu qəbul etmirlər. Hələ bidət onlara sünnət olaraq öyrədildiyi kimi din, o bidəti din qəbul edirlər. Nə olur? Sünnət bidət, bidət isə sünnət olur. Nə olur? Tam təbdil dediyimizdə budur. Din dəyişdirilir. Əksər hallarda isə bidətlərin, deməli, bidətləri təbliğ edənlərin qəsdi gözəl olur. Əksər halda o bidəti təbliğ edənlər ki var, yayanlar ki var, soruşsan, yəni
məqsədli şəkildə sırf bidət olduğunu bilə-bilə insanların dinlərini dəyişdirmək üçün insanları dindən soyutmaq və yaxud da həqiqi dinindən batil dinə keçirmək deyə belə bir niyyətləri yoxdur. Əksər halda niyyəti yaxşıdır. Nə var ki, daha da çox zikr edək, daha da çox namaz qılaq, daha da çox filan şey edək, amma sünnəyə müxalif şəkildə, bidət şəkildə bunu təbliğ edirlər. Nədir? Əksər halda görsən, məqsədləri gözəl olur. Məqsəd nədir? İbadəti artırmaq, Allaha daha da yaxın olmaq üçün bu özlərinin o yəni bidət çıxartdığı bidətlər ki var, bunları nədir? Yayırlar bu məqsədlə. Halbuki bilmirlər ki, onlar həm özlərinə zərər yetirir, o bidətləri etməklə etiqadsa etiqad etmək. Bidətin burada fərqi yoxdur indi gələcək tərifində də. İstər etiqad baxımından olsun, istər əməl baxımından olsun, bidət bidətdir. Yəni bunlar bu bidəti yaymaqla xəbərləri yoxdur ki, bilmirlər ki, yəni məqsədləri nə qədər də yaxşı olsa, o yahudilər kimi bu müsəlmanlar yahudilərin qismində deyil, yahudilərdə var. Necə deyirlər? Məqsəd vəsilələri doğruldur, belə deyil. Yəni əsas məqsəddir. Məqsədə haramla da çatsan, halalla da çatsan, zülm etməklə də çatsan, fərq eləməz onlar üçün. İslamda belə deyil. Yəni məqsəd baxmayaraq ki, məqsəd yaxşıdır. Allaha daha yaxın olsun güya, Allaha daha çox ibadət etsin güya. Halbuki Allahdan daha da çox uzaqlaşır bu bidətçilər. Deməli, nə olur? Məqsəd nə qədər düzgün, yaxşı olsa da olsun, fərqi yoxdur. Vəsilələr də düzgün olmalıdır. Vəsilələr də düzgün olmalıdır. Deməli, halbuki onlar nədir? Bilmirlər ki, onlar həm özlərinə bu bidəti yaymaqla zərər yetirir, həm də digərlərinə, kimlərin arasındakı o bidəti təbliğ edirlər, yayılır. Həm də özlərinə də nədir? Digərlərinə də zərər vururlar, xəbərlər yoxdur. Uca Allah belə buyurub, bu cür insanlar haqqında. De, sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verilmi? Xəbər verir sonra Subhanahu Teala o kəslər haqqında ki, onların dünya həyatındakı şeyləri boşa çıxmışdır. Bunlar haqqında xəbər verilmir. Yəni onlar ən çox ziyana uğrayanlardır və fikir verin, səyləri var. Dünya həyatındakı səyləri, yəni səyləri var dünya həyatında, amma onlar boşa çıxmışdır. Bax, onlar haqqında xəbər verilmir. Çünki onlar özlüyündə yaxşı işlər, indi onlar haqqında xəbər verir. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Yəni onlar həm səy göstərirdilər, amma nədir? O səyləri boşa çıxmışdır. Niyə? Yəni onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Yəni Kəhf surəsi 103-104. Yəni onlar həmən o İslamda caiz olmayan, İslama müxalif olan və yaxud da hər nə bidət olsun, digər olsun, caiz olmayan işlər görərdilər və elə hesab edərdilər ki, nədir? Özlüyündə yaxşı işlər gördüklərini güman edərdilər. Yəni o güman etmək heç də onların əməlinin qəbul olunması demək deyil. Bunlar da Allahın Subhanahu Teala xəbər verdiyi insanlar, onlar da güman edirlər ki, yaxşı iş görürlər, yaxşı iş tuturlar. Amma nədir? Onların o səyləri, dünya həyatında etdikləri səylər hamısı boşa çıxmışdır və onlar deməli ziyana uğrayanlar oldu. Əməlləri baxımından ən çox ziyana uğrayanlar oldu. Bizim internet sabit deyil yazıldı. Yəni birdən kəsilsə yenidən avtomatik bağlanacaq. Deməli bu Kəhf surəsi 103-104-cü ayələrdir. Arada qeydlərə baxın, vacib olan qeydləri hemen təvəl edeyim. Burada bir qeyd var, gözəl Şeyximiz Əbdülməcid demişdir. Deməli Yahya bin Muaz Ər-Razi rahimehullah belə demişdir. Deyir, üç şey var ki, onların ziddi var. Yəni onların hər birinin ziddi var və ikisi bir yerdə olması mümkün olan şey deyil. Üç şey var ki, onlar belə bir-birinə ziddirlər. Eyni zamanda ziddi ilə bərabər olması mümkün deyil. Olması mümkün deyil və insanlar da bu təməllər haqqında ixtilaf içindədirlər. Yəni üç şey var. Bunun ziddi ümumən 6 şeydir. Hər bir şeyin bir ziddi var. Bu hər bir zid üç dənədən biri öz ziddi ilə bərabər eyni zamanda olması mümkün deyil. Bu varsa digəri yox olub gedər. O birisi varsa bu yox olub gedir. Bunlar nədir? Ən birincisi tövhiddir. Ziddi də şirkdir. Yəni ortada tövhid varsa, deməli şirk ola bilməz. Nədir? Tövhidin ziddi olan böyük şirkdən söhbət gedir.
nedir? İnsan müvahhiddirsə, tövhid əhlidirsə, müşrik olması mümkün deyil. Müşrikdirsə, tövhid əhli olması deyil. Yəni insan böyük şirk koşursa Allaha, deməli tövhidi yoxdur. Və əksinə, yəni tövhidi varsa, deməli şirk əhli deyildir. Bu birinci məsələ. İkincisi nə idi? Sünnə ilə bidət. Yəni sünnə var, ziddi nədir? Bidət. Yəni sünnə bir məsələdə sünnəyə uyğun hərəkət edirsənsə, deməli bidətə uyğun hərəkət etmirsən. O məsələdə bidət ortadan qalxar. Yox, ortaya bidət salarsansa, hər hansı bir məsələdə bidətə uyğun hərəkət edərsənsə, bidət bir şey etiqad edərsənsə, o məsələdə deməli nədir? Sünnə ortadan gedər. Yəni ikisi eyni zamanda olması mümkün deyil. Üçüncü də nə edir? Üçüncü itaətlə masiyə, yəni asilik. Yəni ya hər hansı bir məsələdə Allaha, Rəsuluna sallallahu aleyhi ve sellem itaət edərsən, deməli orada üsyan, asilik ortadan qalxar. Yox, o şeydə Allaha asi olarsansa, deməli itaatsizlik ortaya çıxar, itaət ortadan qalxar. Sonra, deməli burada bidətin tərifi. Bidətin tərifi. Ondan keçəndən qabaq bir ayə oxuyaq. Ayədə, yəni mənaca Allah Subhanahu taala, yəni bu niyə vurğulayırıq? Bidət, bu sünnət, bidət, bu peyğəmbərimizə belə sallallahu əleyhi və səlləm, halbuki bu dini bizə Rasulullah sallallahu əleyhi və səlləm gətirib, yəni onun vasitəsilə Allah Subhanahu taala insanlara bu dini göndərib. Yəni peyğəmbərimizə belə Allah Subhanahu taala Quranda buyurur ki, "Fəstaqim kəmə umirte." Yəni sən özün belə sənə əmr edilən istiqamət üzrə, yəni düz ol, istiqamət üzrə, ol. Necə? Yəni istədiyi kimi yox. Kəmə umirtə, sənə əmr edilən kimi. Və səninlə bərabər tövbə edənlər. Yəni möminlər ona tövbə edib Allah Rəsulunun dinini qəbul edən, onlar da möminlər də onlar da nədir? Doğru olsunlar, düz olsunlar, düzgün geçsinlər yolu. Və la tətğav. Və nədir? Həddini aşma mənasındadır. Yəni Allahın əmr etdiyi şey nə varsa ona tabe olmaq əmr olunur. Başda Peyğəmbərimiz sallallahu aleyhi ve sellem olmaqla ona da o əmr olunmuşdur. Yəni ən başda o da bizə örnəkdir. Bütün İslam ümmətinin nədir? Sonra sahabələr. Onlar hamısı bizə örnəkdir. Və onlar da yolu getdiyi kimi, yəni məqsəd nədir burada? Yəni bidətə yol verməmək. Əmr olunan nədirsə, sünnə olur. Əmr olunan nədirsə, ona tabi olmaq lazımdır. O yolla getmək lazımdır. Düzgün sağa sola getmədən və həddini aşmamaq. Həmən o verilən əmirlər ki var, o cızılan yol ki var, onun sağına soluna çıxmadan, çərçivəsindən çıxmamaq lazımdır. Bidətin tərifi. İndi bidət nədir? Bidət lüğətdə, indi ərəbcə nədir? Bədə şeyə, yəbdəuhu, bədəən və ibtədəuhu. Ondan sonra bu nə deməkdir? Yəni ərəbcə keçmiş zamanda bir şeyə bidət etdi, belə deyil, bir hərfi olaraq da keçmiş zamanda, indiki zamanda sonra məsdəri zikr olunur, üç şey gəlir də keçmiş zamanda, indiki zamanda məsdər zikr olunur, sonra başqa formada iftəalə formasında, o da nədir? Onu təsis etdi, onu başlatdı mənasındadır. Yəni bir şeyi hərfən desək bidət etdi kimsə, bədə, yəni mənası nədir? Onu təsis etdi, təməlini atdı, ilk olaraq o onu başlatdı, ilk olaraq o onu etdi mənasında gəlir. Bədiə və yaxud bed sözlərdə ilk olan bir şeydir. Yəni ilk olan bir şeydir. Yəni ərəblər deyir bu bədiə bir şeydir. Yəni məsələn bir üslub var. Yəni ondan qabaq kimsə bunu eləməmişdir ki, Allahın nədir? Bədiə səməvat və ərd isimlərindən olaraq gelirlər. Yəni ilk heç bir gələcək, heç bir örnəyə əsaslanmadan, yəni səndən qabaq bir şeyi kimsə etmədisə, o üsluba, o da yanaşmaya kimsə əl atmadısa, səndən qabaq kimsə onu etmədisə, sən bunu edirsənsə, məsələn ona deyirlər bədiə. Yəni ilk onu belə deyil, loru dildə bidət çıxartdı. Yəni lüğəti dildə, lüğəti mənada, sözlük mənasında, şəri mənasında deyil, dinə aid deyilsə. O nə olur? İlk onu çıxartdı mənasındadır. Deməli, Uca Allahın bu sözü də həmən bu qəbildəndir, bu mənadadır. Yəni ilk olan bir şey. Bir şeyi ilk etmək. Məsələn, göyləri və yeri icad edən odur. Yəni ilk olaraq onları meydana gətirən, əvvəl nə göylər, nə yerlər yox idi. İlk onları edən, yaradan, icad edən kimdir? Allah Subhanahu taala. Bəqərə surəsi 117 bədi olaraq keçir. Yəni keçmiş bir örnəyə əsaslanmadan,
bir misal ortada olmadan, bir örneğin numune olmadan, hiçbir şey əsaslanmadan, numuneye, örneğe bakmadan onları ihtira edendir. Yani icat edendir, var edendir manasında. Sonra yani mesela Ərəbcə bu cür deyəndə əbdə fulan bid'aten filan kəs mesela bir bidət bir yani o mənada hərfan deyirik etti. Manası nedir? Yani özünden evvel gedilmeyen bir yol başlattı. Ərəbcədə bidət o sözü biz bidət olaraq bilirik deyənə o sözü işlədirik. Yəni bu lüğəti mənası gedir. Bu filan kəs filan şeyi yəni bidət etdi məsələn lüğəti mənada. Bu mənası nədir? Yəni özündən əvvəl gedilməyən, yəni heç kəsin getmədiyi bir yolu bu üslubu, yolu nədir? Bu başlatdı. Mənası odur. Yəni yeni bir şey çıxartdı. Sonra bu lüğəti mənada nə oldu? Əsas lüğəti mənada İbn Farisin də dediyi kimi ən çox şeyxlərimiz də ondan gətirir. Çünki ərəb dilinin bu kökü, bədə, məsələnə bu hərflər hansı mənanı verir və s. Digər mənalar da var verdiyi mənalar. Digər mənalar da var. Yəni məsələn yorulmaq mənası və kəsilmək mənası. Yəni bir şeydən bacarmamaqdan mənası da var ki, hər iki mənada Quran və sünnədə gəlmişdir. Bu mənada hər iki mənada Quran və sünnədə gəlmişdir. Bu lüğəti mənası idi. Şəri mənada deməli lüğəti mənası nə oldu əsas? Yəni bir şeyi ilk başlatmaq, bir şeyi ilk etmək, örneğe, nümuneye əsaslanmadan ilk olaraq icad etmək, var etmək, meydana çıxarmaq mənasında ən çox istənən də, işlənən də məna budur. Şəriətdə isə mənası nədir bidətin? Allahın kitabından və ya Rəsulunun sallallahu aleyhi ve sellem sünnəsindən heç bir dəlilsiz, yəni dəlil olmadan ibadət etməkdə ixtira edilən bir yol. Yəni bir yoldur, icad olunub, ixtira edilib, yeni çıxarılıb, ibadət etməkdə həm də ibadətdə, yəni dünyəvi şeylərlə heç bir əlaqəsi yoxdur, ibadətdə və bu yola dair Quran və sünnədən heç bir dəlil də yoxdur. Yəni dəlilsiz, sübutsuz ibadət etməkdə çıxarılan yenilik, yeni bir yol. Buna nə deyirlər? Buna deyirlər bidət. Və bidətin tərifləri çoxdur. Yəni, tərifləri çoxdur. Mənaları demək olar, eyni mənalar. Məsələn, İbn Teymiyədən burada bəzi qeydləri arada oxuyaq. İbn Teymiyədən gələn nədir? Tərif bidətə aid Allahın dində qanuniləşdirmədiyi, yəni məşru etmədiyi hər bir şey. Yani Allah subhanahu teala dinde bir şeyi meşru etmediyse, dinde bunu yerleştirmediyse, dinde bunun yeri yoksa onlar hamısı bidətdir. Və yaxud da ən gözəl təriflərdən İtisam adlı kitab var, El-İtisam. Yəni İmam Şatibinin əsas bu sünnəyə yapışmaq və sünnəyə sarılmaq, bidətdən nədir? Uzaq durmaq, çəkinmək haqqında ən gözəl kitablardan sayılır. Yani orada qaydaları, tərifləri hamısı gözəldir. Ən gözəl təriflərdən həmin İmam Şatibinin həmin o İtisam kitabında gətirdiyi tərifdir. Tərif belədir, mənası nədir? O dində ixtira olunan, yəni icad olunan, yeni ixtira olunan bir yoldur və şər'i yola bənzədilmişdir. Yəni şər'i bir don giyindirilir ona. Sadəcə bir yol deyil, dində ixtira olunur və din adı ilə, şəriət adı ilə nədir? Şəriət donu ona giyindirilir, şəriətə oxşadılır, şəri bir yola oxşadılır. Məqsəd nədir? Bu bidəti çıxaranlarda, bu ixtira olunan, dində ixtira olunan, yeni icad olunan və şəri olaraq göstərilən bu yolu çıxaranların məqsədi nədir? Məqsəd odur ki, Allaha ibadət etməkdə daha da belə deyək, canfəşanlıqla bu yolu geçsinlər. Yəni din adına icad olunur bu yol və məqsəd nədir? Bu yolu gedənlərin məqsədi odur ki, Allaha ibadət etməkdə daha da çox canfəşanlıq etsinlər, daha da çox səy göstərsinlər. Yəni ona görə yeni dində bir şeylər çıxarırlar. Və bu tərifdə nədir? O biz fiqh usulunda keçdiyimiz məfhum müxalifə var, muvafəqə var. Yəni bu tərifdən nələr çıxır? Birinci deyilir ki, ixtira olunan. Yəni bu deməli nədir? İxtira nədir? Özündən qabaq olmayan bir şeyi yeni çıxardırsan. Bu yeni bir şeydir. Yəni deməli və dində ixtira olunan. Yəni dünyəvi deyil. Çünki bəziləri görürsən ki, o dini belə deyim, lağlağaya qoyanlar, Allah hidayət versin. Görürsən başlayırlar bidətdən aşağı deyirlər. Məsələn,
O vaxt raket yox idi və yaxud bu işıq foru yox idi, filan şey yox idi. Dünyəvi şeyləri misal gətir. Onda bu da bidətdir, bu da elədir. Deyirsən ki, o dinə aid biz danışırıq. Bunun dinlə nə əlaqəsi var o dediyin şeylərin? Yəni dünyada olan onlar əsli mübahdır. Əsli mübahdır. İndi hökmünə görə dəyişə bilər. Əsl olan nədir? Şəriətə zidd olmadıqca bir şey. Yəni onun əsli mübahdır, dünyəvi yeni şeylər. Dediyimiz bu cihazlardır, indi internetdən istifadə edirik və s. Bunlar əsli mübahdır. Amma bu bidətin tərifində biz nə deyirik? Dinə, bütün təriflər də dində əsli olmayan, Allahın məşru qılmadığı, dində məşru qılmadığı və yaxud burada dini dində ixtira olunan və s. hamısı dinlə bağlı. Yəni din adına Allah ibadət etməkdə və s. din adına yeni çıxarılan hər bir şey bidətdir ki, ona dair hökmü də dəlili də gələcək. Hər bir şey bidətdir. Deməli, bu tərifdən nə bilirik? Dinə aid olmalıdır bu şey, yeni olan bir şey olmalıdır. Ondan sonra tərifdə nə idi? Şəriətə oxşadılır, yəni şəriət adı ilə verilir. Təbii, ümumiyyətlə bir şey bidət demək, bir şey fisq demək, yəni bu da hökmdür, ism necə küfür demək və s. Bu ümumiyyətlə, yəni sizin bizim işimiz deyil, bu elm əhlinin sözüdür. Biz sadəcə nəql edə bilərik, onlar görəsən bu barədə nə deyib, araşdıra bilərik, ortaya çıxara bilərik. Amma bu cür yəni bir qayda oxuyub, bir səhifə oxuyub, arxasını oxumadan, yəni hər bu bidətdir, bu hətta sünnətdir, ona da aiddir. Yəni sünnət deyib, yəni bu cür tələsməmək lazımdır. Ona görə nədir? Bu hamısı bu tərifdən əks məfhumla, yəni məfhum müxalifə ilə deməli bidətin qaydaları çərçivəsi başa düşür ki, buna dair hamısı gələcək. Bidətin zamanına görə, səbəbinə görə, keyfiyyətində, sifətində və s. Yəni sünnəyə uyğun olmalıdır, yoxsa nədir? Bidət sayılar və s. Bunlar hamısı gələcək. Sadəcə bir girişdir. Biz harada qaldıq? Bəqərə surəsi yox. Deməli biz şəri mənasını oxuduq. Şəri mənası nə oldu? Allahın kitabından və ya Rəsulunun sallallahu aleyhi ve sellem sünnəsindən heç bir dəlilsiz, yəni dəlil olmadan ibadət etməkdə ixtira edilən bir yol. İbadət etməkdə ixtira edilən bir yol. Yəni ibadətlə bağlı, dinlə bağlı. Sonra bidətin hökmü. Yəni bildik, məsələn, qısa da olsa, bidət nədir? Lüğəti mənada, şəri mənada. Bidətin yəni hökmü nədir? Hökmü bir mənalıdır, yəni açıq-aşkardır. Təhrim, haram, yəni haramdır. İnternet sabit deyil, inşallah ki, çıxmır internet. Deməli, dində olan bidətlərin hamısı haramdır, hamısı. Yəni istisnasız. Onların pislənməsi, bidətlərin pislənməsi, yəni danlanması, məzəmmət edilməsi Allah elçisinin sallallahu aleyhi ve sellem dili ilə varid olub, yəni şəriətdə Allahın Rəsulunun sallallahu aleyhi ve sellem dili ilə varid olunub. Dində bidət ki, bəzi hədislər burada zikr olunacaq. Dində bidət çıxarmağın haram edilməsinə dair dəlillərdən bəziləri, sadəcə bəziləri gələcəkdir. Qeydlərə baxın. Deməli, burada həmən o şəri mənadakı bidət biz dedik, nədir? İbadət etməkdə ixtira edilən. İbadət Allaha təabbud, yəni Allaha qulluq etmək, ibadət etmək, bu təkcə bədənlə deyil. Biz çünki bilinən keçmişik, keçən müstəvilərdə ibadət nədir? İbadət, yəni ibadət bədənlə edilən ola bilər, malla edilən ola bilər, məsələn, zəkat kimi. Sonra qəlblə edilir, məsələn, etiqad onlardandır ki, mövzumuz budur. Qəlblə edilir. Bəzi ibadətlər həm malla, həm qəlblə, yəni ortaq ola bilər. Məsələn, namaz həm qəlbdə olan var, orada xuşu var. Məsələn, həm sözlə olanlar var, həm bədən üzvlərinə olan var. Yəni, bəzi ibadətlərdə bunların növləri cəmlənir. Yəni, burada fərqi yoxdur. İbadət etməkdə kimsə fikirləşməsin, ancaq məsələn, namazda, yəni zahirən bədən üzvləri ilə edilən ibadətdə ixtira varsa bu bidətdir. Amma etiqadlarda azaddır insan, necə ki kafirlər deyir, söz azadlığı, etiqad azadlığı və s. İnsan azad deyil, biz quluq. Söz azadlığı, nə azadlığı, heç insan, biz quluq. Biz öz canımızı belə istədiyimiz kimi sərf edə bilmərik. Allah subhanətə nəyə icazə verirsə, ora sərf edə bilərik. Bu bir əmanətdir. Ona zərər olan şeyləri, nədir? Məsələn, istifadə etmək artıq haram hökmünə düşər. Malımızı belə, malımız biz müstəqil olaraq ona sahib deyilik. Allahın verdiyi qədər sahibi. Malımızı belə
istifadə istədiyimiz ki, edə bilərik? Yox. Harama edə bilərik? Yox. Zəkatı saxlaya bilərik? Yox. Zəkat çıxarmalısan. Yəni biz quluq, köləyik. Hər bir şeydə, etiqadda da Allah nə əmr edirsə, ona etiqad edəcəyik. Müsbət olaraq, yəni isbat edəcəyik. Nəfi etdiysə, nəfi edəcəyik. Bədən üzvlərimiz, hər bir şeyimiz, dilimiz, qəlbimiz Allahın əmr etdiyi kimi yəni hərəkət etməlidir. Deməli, bidətin hökmü nə oldu? Hə, oldu oxuyur. Bidətin hökmü. Dində bidət çıxarmağın haram edilməsinə dair dəlillər bəziləri dəlillər gəlir. Deməli, hamısı, dində olan bidətlərin hamısı haramdır. Hökmü nədir? Bidətin hökmü nə oldu? Haram. İstisnasız. Və bu gələcək. Məsələn, Xutbətül Hacədə Allah Rəsulü sallallahu aleyhi ve sellem hər bir xutbədə, cümə xutbəsində olsun, dərslərdən əvvəl, məsələn, nikah bağlayanda Xutbətül Hacə İbn Məsudun hədisində gələn Xutbətül Hacənin oxumaq müstəhəbdir. Həm orada nə deyilir? Kullə muhdəsətin bir hissəsini əsas bizə. Kullə muhdəsətin bidət. Hər bir yenilik bidətdir. Kullə bidətin dalalə. Hər bir bidət zəlalətdir. Hər bir zəlalətlər oddadır. Bəzi rivayətlərə görə davam edir. Hər bir zəlalət də oddadır, cəhənnəm odundadır. Yəni orada nədir? Ən çox da Şeyx Abdurrazaq Əl-Badr bunu vurğulayır. Yəni ərəbində ümumiliyi bildirən ifadələr var. Onların ən belə açıq, aydın ifadələrindən biri həmin o kull sözü ki var. Hər bir, necə ki bizdə hamısı deyirik. Yəni bidətlərin hamısı, hər bir bidət, hər. Yəni nə deməkdir? 100 dənə bidət varsa, hər biri, milyon dənədirsə, hər biri. İstisnasız. Və fiqh usulunda da biz keçdiyimiz kimi istisnalar nə? Munfasil, muttasıl var. Yəni birbaşa, məsələn, ən çox fiqh usuluna nə gəlir? Məsələn, haramda, yəni haram bölgəsində otları kəsməyə, ağacları kəsməyə və s. nə? Olmaz, düzdür. Abbas radiyallahu anh səhv etmirsə, radiyallahu anh deyir ki, ya Rasulullah, illə izxir, yəni filan o bitki var, bitkidən başqa. Çünki ehtiyacımız var onu evlərə, damlara və s. sərərləri, heyvanlara verər, nədirsə, o da nədir? İllə izxir, istisna edir. İstisna olmasaydı, deməli, ot, bitki adında nə varsa onları dərmək haram olurdu. İstisna oldu deyənə. İstisna indi bəzən eyni cümlədə olur, müttəsil. Bəzən ola bilər başqa ayədə, başqa hədisdə, bir neçə il sonra ola bilər, istisna ola bilər. Təxsis də istisnalardandır. Fiqh usulunda biz bunu keçmişik. Misal nə? Bidətdə isə heç bir nasda, nə Quranda, nə sünnədə, heç bir digər dəlillərdə üzərində icma olunan, üzərində ixtilaf olunan heç bir dəlildə bidətin, hər hansı bir bidətin, yəni haram olmamasına dair, zəlalət olmamasına dair heç bir dəlil, nas yoxdur. Yəni bu ümumiliyi xüsusiləşdirən, təxsis edən heç bir nas yoxdur. O nas elə olaraq da qalır. Hər bir yenilik bidətdir, hər bir bidət zəlalətdir, hər bir zəlalət cəhənnəm odundadır. Başqa ayədə, hədisdə, icmada və yaxud qiyasda heç bir yerdə gəlməyib ki, illə filan bidət, yəni filan bidət istisna, bu bidət həsənədir, bu bidət filan şeydir. Elə bir istisna yoxdur. Hər bir bidət zəlalətdir, onun da hər bir bidətin hökmü nədir? Təhrim, yəni haramdır. Dəlillərdən bəziləri. Uca Allahın bu sözü. Yoxsa onların, Allah, yəni müşriklərin, Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuniləşdirən şərikləri vardır. Şura surəsi 21. Yəni inkar sualıdır. Yoxdur əslində belə. Yoxsa onların, o müşriklərin Allahın dində, fikir verin dində, izin vermədiyi şeyləri onlar üçün, o müşriklər üçün qanuni edən, məşru qılan şərikləri vardır. O, Allahın izin vermədiyi şeyləri qanuniləşdirmək, məşru qılmaq, qanuni etmək, icazəli etmək, bu nədir? Allaha şərik qoşmaqdır. Ona görə o cür insanlar Allaha şərik olaraq dəyərləndirir. Ona görə Allah Subhanahu taala onları şərik adlandırır. Yoxsa onların şərikləri mi vardır? Allahın izin vermədiyi şeyləri, yəni icazəli, məşru qılan şərikləri mi vardır? Şura surəsi 21. Həmçinin Uca Allahın bu sözü, bu dəlildir. Nəyə? Bidətin haram olmasına. Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdirdilər. Özlərinə deyilən sözü başqası ilə dəyişdirdilər. Nə olur? Bidətdir, dəyişdirmək. Biz əvvəldə nə dedik? Bidət dini dəyişdirməkdir.
Biz de Allah Subhanahu teala buyurur ki biz de zulm edenlere ettikleri günaha göre göyden azap gönderdiği hemen o başkasıyla değiştirmek günahına göre en azından ayette zikrolunan. Bu Bekara suresi 59. Sonra peygamber de böyle buyurdu sallallahu aleyhi ve sellem. Burada neyidir? Açıqdır. Hər birimizin bildiği bir şey. Sadece qayda olaraq vurğulayayım. Biz hardan bilirik? Məsələn, deyir, zülm edənlər. Birincisi Allah Subhanahu taala bunu zülm edir. Bu əməli. Ondan sonra Allah Subhanahu taala həmin o zülm edənlər yenə onları adlandırır. Onları etdiyi günaha görə günah olaraq adlandırır. Göydən azab göndərdiyi, göndərdiyini nədir? Xəbər verir bizə. Bunların hamısı biz nə bilirik ki, üstəlik nəinki bir günahdır, haramdır, üstəlik böyük günahlardandır. Çünki böyük günahların əlamətlərindən nədir? Ya bu dünyada məsələn həcc cəzası, ya əzab haqq edirsə və yaxud yox bu dünyada məsələn üçün filan kəslər üçün cəhənnəmdə filan əzab var və ya qəbir dünyasında filan əzab var. Yəni bu həmən günahın böyük günah olmasının əlamətlərindəndir. Bu cür vəsflərə sahib olması ki, burada bir neçəsi bu vəsflərdən var. Deməli, sadəcə haram deyil, həm də üstəlik böyük günahlardandır. Kəbairlərdəndir. Bəqərə surəsi 59. Deməli, başqa dəlillər. Bunlar hamısı dəlillərdir. Nədir? Bidətin hökmünə dair ki, haramdır. Ona dair bəzi dəlillər. Bu iki ayə oxuduq. İndi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem də belə buyurdu bidət haqqında. Məndən sonra sizdən yaşayacaq olanlar, yəni ömrü uzun olub, Peyğəmbərin sallallahu aleyhi ve sellem vəfatından sonra yenə də yaşayacaq olanlar bir çox söz ayrılığı, fikir ayrılığı görəcəkdir, ixtilaflar. Elə isə sizə, yəni bu ixtilaflarda sizə düşən, yəni vacib olan mənim, bu Peyğəmbərin sallallahu aleyhi ve sellem, mənim və hidayət edilmiş və düzgün olan xəlifələrin, yəni Məhdiyyün, Məhdi nədir? Hidayət olunan, doğru yolla aparılan ki, Allah tərəfindən hidayət görülmüş, hidayət edilmiş və düzgün olan Rəşid xəlifələrin sünnəsidir. Yəni sizə düşən nədir? Peyğəmbərin sallallahu aleyhi ve sellem və həmin o doğru yolla gedən Məhdiyyün və Rəşid xəlifə, yəni Raşid nədir? Olan xəlifələrin sünnəsidir. Onun sünnəsi ilə getməkdir. Ondan tutun həmən o bu sünnədən Peyğəmbərin sallallahu aleyhi ve sellem və onun doğru yolla gedən Rəşid xəlifələrin sünnəsindən tutunun və ondan azı dişlərinizlə yapışın. Yəni bu nədir? Azı dişlərinə, insan bir şeydən yapışanda dişlərindən azı dişləri möhkəm deyənə ən çox onlarla yapışır. Digər qabaqdakı dişləri zəifdir. Yəni bəlkə də yapışdığı şey bərk dartılsa dişləri çıxar yerindən. Yəni ki, hadisələr baş verir. Amma azı dişlər ən möhkəm dişlərdir. Ona görə nə? Yəni, məqsəd azı dişlərinizlə yapışın o sünnənə. Yeni çıxarılmış işlərdən çəkinin. Həmin o muhtəsət, yeni çıxarılmış işlərdən, ortaya çıxarılan yeniliklərdən çəkinin. Çünki həqiqətən də yeni çıxarılmış hər bir iş bidətdir. Fikir verin, hər bir iş, hər bir bidət isə zəlalətdir. Bu dediyimiz kimi fiqh usulunda hər ümumiliyi ifadə edər. Yəni o ad altında olan, məsələn biz deyəndə insan, hər bir insan, Əsr surəsində olduğu kimi hər bir insanı innəl insan orada yəni müstəğraqa, yəni nə demək? İstiğraq üçün. Yəni bütün insan adında, yəni insan adında kim varsa bütün insanlara aid edir. Hamısı xüsran içindədir. Sadəcə nədir? Ayənin davamı var. İllə filan kəslər istisna. 4 iman gətirən salih əməllər, bir-birinə səbri və haqqı tövsiyə edənlər, yaxud da haqqı və səbri tövsiyə edənlər istisna. Yəni bunlara Allah Subhanahu istisna etdi deyə bu istisna var. Yəni bunlar istisna, digər yenə insan adında kimlər varsa yenə onlar xüsran içində olaraq qalır, istisna olandan başqa. Amma bidətdə burada nədir? Hər bir bidət. İstisna heç bir ayədə, hədisdə, nə bu hədisin içində, nə başqa hədislərdə, nə başqa ayələrdə, nə başqa dəlillərdə heç bir istisna yoxdur. Ona görə hər bir bidət nədir? Hər bir yenilik bir bidətdir. Və yenə deyirəm, biz bidətin tərifini ona görə əvvəldə oxuduq. Bəzi nədir ki, digər hədislərdə gələcək. Bu dinimizdə, işimizdə, yəni din nəzərdə tutulur orada. Yəni dinə aid olan bir şey, dünyəvi yeniliklərdən söhbət gedir. Deməli, hər bir yenilik bidətdir. Hər bir bidət isə nədir? Zəlalətdir. Bunu bu hədisi Əhməd, Əbu Davud, Tirmizi və İbn Macə ixrac etmiş, Albani də səhih saymışdır. Həmçinin belə buyurur Peyğəmbər sallallahu aleyhi ve sellem. Hər kəs bu işimizdə ondan olmayan, yəni bu işimizdən olmayan, yəni yeni bir şey çıxararsa, o ondan rədd olunar, yəni qəbul olunmaz.
reddolunur. Muttefakun aleyh. Yani Bukhari ve Müslim ihraç etmiştir. Ve herkes bu işimizde, iş sözü amr Arapça gelir. Burada şerhlerde din nəzərdə tutulur, İslam dini. Yəni bu işimizdə, yəni bu dinimizdə Allah Resulü sallallahu aleyhi ve sellem təbliğ etdiyi, gətirdiyi dindən dini qəsd edərək deyir ki, bu işimizdə, yəni bu dinimizdə ondan olmayan, bu dindən olmayan yeni bir şey çıxararsa, o ondan rədd olunar. Müttəfəqun aleyh. Sonra başka bir rivayetinde ise, bu hadisin başka rivayetinde ise, her kim emr etmediğimiz bir emel işleyerse, yani emrimizin olmadığı bir iş görerse, bir emel işleyerse, emel ederse, o ondan redd olunar. Muttefakun aleyh. Bu da Bukhari ve Müslim'de rivayet oluyor. Fikir verin, her zaman vurguluyoruz. Elhamdülillah müelliflerin üslubu. Yani her bir meseleye dair deliller getirir. Aya, hadis ve hadisler de en çok nedir? Çalışırlar ki hamısı yani ümmetin icma ettiği səhihliğinde, icma ettiği yeryüzünde Allah'ın kitabından sonra en səhih kitaplar Buxarinin və Müslimin səhihləridir. Görürsünüz ki, o əsas ən səhihlərdə hansı hər ikisində ixrac etdiyi, səhihliyində ittifaq etdiyi, öz səhih əsərində yəni ixrac etdiyi, rivayət etdiyi hədislərdir ki, o cür əlhəmdə səhih hədislər rivayet etmişti. Bazı şeyhlerimiz dediği, yani bu İbn Mace'de gelen hadis ve filan kesimde sahih saydığı hadislerden değil. Yani sahih olmayabilir, filan alim sahih değil diyebilir. Bu üzerinde nedir? Sahihliği üzerinde icma olunmuş hadisler, sahih hadislerdir. Deməli, rədd olunar. Düzdür, əmr etmədiyiniz bir əməl işləyərsə rədd olunar. Və bu hədislər ümumiyyətlə e, bidət, yəni ümumiyyətlə dində nə sünnətdir, nə bidətdir, nə olar, nə olmaz, hə? Hansı əməl qəbul olunar, hansı əməl rədd olunar deyə bir ölçüdür, miqyasdır bu hədis. Baxırsan, Allah Resulü sallallahu aleyhi ve sellem bunu əmr edib, yoxsa yox. Əmr fərq etməz. Yəni cəzmli olsun, yəni vacibliyi bildirər və yaxud da cəzmsiz və israrsız olsun, müstəhəbliyi bildirər məsələn. Yəni fərq eləməz. Əsas odur ki, baxırsan, dinimizdə var, yoxsa yox. Dinimizdə olmayan kimsə yeni çıxararsa nədir? Ondan rədd olunar. Hə, dinimizdə var, yoxdur baxırsan. Buna dair ayə, hədis, hər hansı bir dəlil var, yoxdur. Deməli nədir? Bu rədd olunar. Onu etməməlisən, bidətdir. Hə, əmr edilib, yox. Deməli bu nədir? Rədd olunmalıdır, bidətdir. Rədd olunur. Çünki qəbul olunmur bu əməl. Sonra Hafiz İbn Hacer belə demiştir, rahimullah. Bu da hədis Buxari və Müslimdə gəldiyi üçün çox vaxt alimlər məsələn Buxarinin şərhçilərindən statlar gətirirlər. Müslimdə gəlsə Müslimin şərhçilərinin Hafiz İbn Hacer məşhur Fəthül Bari dediyimiz əsər var ki, orada nədir? Bu hədisin şərhində demişdir ki, bu hədis İslamın əsaslarından sayılır. İslamın əsaslarının, təməllərindən sayılır. Üsullarından bir üsuldur. Əsl yəni. Və qaydalarından bir qaydadır bu hədis. Çünki doğrudan da, qayda da burada mənada nə? Yəni təməl mənasında işlənir. Çünki doğrudan da mənası bu hədisin nədir? Hər kəs, yəni hər kim dində əsaslarından heç bir əsasın şahidlik etmədiyi hər hansı bir şey ixtira edərsə, ona tərəf heç baxılmaz. Bu məsələyə heç baxılmaz. Yəni bizə deyirlər, baş qaldırıb baxmazlar bu şeyə. Yəni əhəmiyyətsiz, dəyərsiz bir şeydir. Əgər dində, dinin əsaslarından heç bir əsasın, yəni dinin əsasları var. Bəzən usul sözü, biz fiqh usulunda keçmişdik. Bunu asıl sözü, cəmi usul, şəriətdə bəzən dəlil mənasında işlənilir. Deyir ki, bunun əsli yoxdur. Mənası nə? Dəlili yoxdur mənasındadır. Yəni, deməli, dinin əsasları, yəni dində bir şey çıxarırsan və bu dinin əsasları ki var, dəlilləri, belə deyək, təməlləri, o heç bir əsasın bu çıxartdığın şeyə heç bir şahidliyi yoxdur. Ki bu olar, bu var şəriətdə, dində bu var. Yəni bu cür heç bir dindən, dinin əsaslarından, dəlillərindən şahidi olmayan, dəlili olmayan bir şey ixtira kim edərsə, nə deyir? Ona tərəf heç baxılmaz. Yəni heç baxılmaz. Fikirləşməz ki, görəcək düzdür, düz deyil. Ümumiyyətlə dəyərsiz, əhəmiyyətsiz bir məsələdir. Sonra Abdullah bin Məsud belə demişdir radiyallahu anhu. Sahabə ən çox da bidətlər haqqında niyə görə görürsən Abdullah bin Məsuddan, İbn Abbasdan məsələn gətirilir. Çünki bu sahabələr Peyğəmbərin sallallahu aleyhi ve sellem vəfatından bir qədər uzun ömür yaşayırlar. Bəziləri uzun ömürlü olduğu üçün, bəziləri yəni İbn Abbas kimi məsələn heç həddi buluğa belə çatmadan yəni ki
Peyğəmbərimiz sallallahu aleyhi ve sellem vəfat etdikdə İbn Abbas radiyallahu anh'a həddi buluğa belə çatmamışdır. Yəni az yaşda olduğu üçün məsələn daha çox uzun ömür yaşamışdır və uzun ömürlü olduqları üçün İbn Abbas'a da aiddir. Məsələn ondan da bir rivayət gələcək. Radiyallahu anhum əcmaîn. Bunlar bidətin necə deyirlər onu? Cücərməsini, hə? Bidətin yeni çıxmasını, toxumlarını görürlər. Ona görə onları görən kimi də dərhal əlhəmdülillah inkar edirlər. Ona görə bu sahabelərdən daha çox məsələn görsən ki, digər sahabelərdən o barədə ya yoxdur, ya çox azdır, ha? Amma bu sahabelərdən onlar onu gördükləri üçün o dövrə çatdıqları üçün onlardan daha çoxdur rivayətlər bidətin inkarı haqqında sünnəyə sarılma haqqında. Məsələn, Abdullah bin Məsud radiyallahu anh belə demişdir. Tabi olun. Yəni, məşhur bir söz. İttiba var, ibtida. İttiba, ibtida. Ərəbcə, yəni sonları aynen qutarır deyə belə bunu çox istifadə edirlər şeyxlər. Həm rivayətdə də o cür gəlir. Tabi olun, bidət çıxarmayın. Yəni ittiba edin, ibtida etməyin. Sizə kifayət edəcək verilib. Yəni mənası nədir? Allah Subhanahu taala sizə kafidir. Dində hər hansı bir yeni bir şey çıxarmaq, dində ehtiyac, hətta dünyada belə ehtiyac duyduğunuz bir şey özünüzdən çıxarmağa ehtiyac olmayacaq qədər, əlhamdülillah kifayət qədər sizə din verilmişdir. Allah sizə kafidir, yəni kifayət edər, sizə kifayət edəcək verilib. Quran verilib, sünnə və ya şeylər. Hər bir bidət isə azğınlıqdır. Mənə bidət çıxarmıyor, yenilik. Hər bir bidət isə azğınlıq. Abdullah bin Məsudun sözlüyü radiyallahu anh. Ondan həmçinin belə rivayət olunub İbn Məsuddan radiyallahu anh. Ey insanlar, şübhəsiz ki sizlər şübhəsiz ki sizlər sonradan yeni bir şeylər çıxaracaqsınız. Sizin üçün də yeniliklər çıxarılacaq. Yəni həm siz çıxaracaqsınız, həm sizin üçün yeni şeylər çıxaracaqlar. Bu səbəbdən bir yenilik gördünüzmü? Boynunuza düşən birinci əmrdir, birinci iş. Yəni yeni bir şey gördünüz, əvvəl görülməyən bir şey gördünüzsə, sizin boynunuza sizə vacib olan o birinci əmrdir. Yəni birincinə əməl etmək. Yəni Peyğəmbərin sallallahu əleyhi və səlləm gətirdiyi ilk əmrlərə, ilk dinə, ilk dini ayinlərə, əmrlərə riayət etməkdir. Yeni bir şey gördünüzsə, əvvəlkinə əməl edin. Sonra Osman bin hazır olaraq yazdı. Əl-Əzdinin belə dediyi nəql olunur ki, rahimullah, təbiinlərdəndir. İbn Abbasın yanına girib dedim ki, bu da İbn Abbas dediğimiz kimi bu artıq o dövrə çatmışdır. O dövrü o bidətin zuhur edən, cücərən, yeni toxum atan dövrlərini görmüşlər. Ona görə inkarları da elhamdülillah çox idi, inkarları vardı. Həmən Osman bin Hadir el-Əzdi İbn Abbasın radiyallahu anhına yanına girib dedim ki, deyir ki, yanına girib dedim ki, mənə vəsiyyət et. Vəsiyyət istəyir. Bu da sələflərin üslublarındandır. Sahabələr bir-birini görəndə, sahabə tabiinlə, tabiin sahabə ilə, tabiinlər özü, ümumiyyətlə sələflərin adətlərindəndir. Bir-birini görəndə gəlin bir saat iman edəlim deyir. Gəlin, yəni bir mənə nəsihət et, mənə tövsiyə ver, mənə vəsiyyət et və s. bu cür bir-birlərindən tövsiyə, nəsihət istərdilər ki, onlar buna möhtac idilərsə, biz onlardan qat-qat möhtacıq bu şeylərə, vəsiyyətlərə, nəsihətlərə. Bunun üzərinə, yəni vəsiyyət istəməsi üzərinə İbn Abbas radiyallahu anh'a dedi ki, sənə vacib olan Allah təqvası. Yəni Allah təqvasını tövsiyə edir və istiqamət. İstiqamət biz nədir? Yolu düz getmək, sağa, sola sapmadan yolu düzgün yaşamaq, Allahın əmrlərini yerinə yetirmək, nəhiylərindən çəkinmək. İttiba et, ibtida etmə. Bu sözü özümüz saxladıq əvvəldə. Yəni tabi ol, ittiba et Peyğəmbərin sallallahu aleyhi ve sellem yoluna. İbtida, yəni bidət çıxartma. Nə varsa o hazır olan yolu izlə. Hazır olan yola tabi ol, özündən yeni şeylər çıxarma. Yəni mətin olaraq qutarlı bir çox ayələr var. Burada başqa eyni mövzulu ayələr ki,
Allah'ın Resuluna sallallahu aleyhi ve sellem emrine muhalif olanlar fitneden korksunlar. Hatta bu hac mevzusunda da hac fikrinde geçir. Mikatlar meselesi yani ihrama giren insan, hacca gelen, ümreye gelen müəyyən 5 ihram var da kim hansı tərəfdən gəlirsə o ihramdan keçir. İndi İmam Malik rahimehullah Mədinənin imamı, Darül Hicrənin imamı. Məsələn onların mikatı Zülhuleyfədən keçər. Orada bəziləri gəlib soruşur imamdan ki, ey imam, mən deyir hardan ihrama girim? Deyir ki, Zülhuleyfədən. Peyğəmbər hardan girdisə, sallallahu aleyhi ve sellem sən də oradan gir. Hə. Və ən uzun miqat da o sayılır. Yəni 10 gecəli, 10 günlük məsafə var. Piyada təbii ki, yəni gedəndən. Bu insan da deyir ki, imama ki mən deyir ondan qabaq, yəni ondan daha tez, ona çatmamış ehrama girmək istəyirəm. Burada nə var ki? Deyir, sənin üçün fitnədən qorxuram. Deyir ki, xeyirdən, yəni xeyrin çoxluğundan nə fitnəsi var ki də? Yəni ki, ihrama girirəm, ibadətə girirəm, daha tez başlayıram, daha uzun müddət qalıram, daha çox savab olar düşüncəsində. Burada fitnədən nə var ki? İmam Malik həmən ayəni oxuyur ki, həmən o onun əmrindən, yəni Rasulullahın sallallahu aleyhi ve sellem əmrindən müxalif olanlar nədir? Fitnədən həzər etsinlər, çəkinsinlər və onlara başlarına gələcək fitnədən çəkinsinlər. İmam Əhmədin məşhur sözü ki, fitnə bilirsiniz nədir? Fitnə şirkdir. Fitnə şirkdir, Allah korusun. Yəni bu Allahın Rəsulunun sallallahu aleyhi ve sellem əmrinə müxalif olmağın təhlükələrindəndir. Ondan sonra diğer rivayetlerde Huzeyfe bin el-Yaman radıyallahu anh, bu sahabeden de rivayetler var. Bid'ati inkar etmeye hakkında. O da bilir Huzeyfe bin el-Yaman meşhur özü hakkında öz sözüdür. İnsanlar hayır hakkında peygambere sual verirken sallallahu aleyhi ve sellem ben şer hakkında yani hakkında sual vererdim ki başıma geleceğinden korktuğum için. Başına geleceğinden korktuğu için ona böyle şer hakkında sual vererdir. Huzeyfe İbn Yaman radıyallahu anh. O ne diyerdi? Diyerdi ki Resulullah'ın sallallahu aleyhi ve sellem sahabeleri ne cür ibadet ettiyse, Allah'a nece kulluk ettilerse siz de o cür kulluk edin. Siz de o cür kulluk edin. Yani başka bir şeylerle Allah'a kulluk etmeyin. Yani sahabelerin ne ile ibadet ettiğini gördüyse o cür ibadet edin. Çünkü sahabeler elhamdülillah Allah subhanahu ve teala bir başa onları necə ki Peygamberi sallallahu aleyhi ve sellem ümmet içinde, insanlar içinde, Beni İsmail içinde, Beni Haşim içinde seçti. Sahabeleri de o cür itikat kitaplarını geçtiği için alimler nedir? Sahabeler de Allah subhanahu ve teala Peygamberimize sahabe olarak seçti. Sahabe olarak seçti. Yani bu ayrı bir fazilettir. İnsanın hiçbirine ister sahabeden çok daha ibadet edebilir zahiren sayına göre, yani müddete göre belki uzun ömürlü olar vesaire. Ama o fazilete çatması mümkün değil. Ona göre bu sahabeler yani elə bir xeyir yoktur ki onu etmesinler, elə bir şer yoktur ondan çekinmesinler ki Peygamberimiz sallallahu aleyhi ve sellem bunların hamısını onlara göstermiştir ve bize en güzel örnekler onlar. Yani onlar her hansı bir şeyi etmeyiblərsə yani kimse özünü daha çok nece İmam Malik dediği ki mən senin için o fitneden korkuram. Yani deyir ki sen yani peygamberin nail olmadığı xeyrə nail olacağını düşünürsense yani bu fitneden senin için korkuram. Yani o cür düşünürsense ki bu daha faziletli mikattan daha erken daha tez ihrama girmek bu bir fazilet olsaydı bunu mütlak Peygamberimiz sallallahu aleyhi ve sellem ederdi. Yani sen ondan daha da faziletli əməl edeceğim diye daha da üstün əməl, daha da faziletli, daha da savabı çok əməl edeceğim diye düşüncəsindəsənsə, deyir, sənin için fitnədən qorxuram. Ona göre kimsə sahabelerden necə ki, məşhur söz Şeyhimiz Abdurrazak Elbadərən, yani çok tez zikr ettiği misallardan biridir. Səhv etmirəmsə Abu Musa el-Əşari iki sahabe olur orada. Biri hemen o diğerlerinin tabi'in yani tabi'inlerin içinde böyle sahabe döneminde yaşayan insanların içinde olup o müəyyən bir şeyi görür, gelir diğer sahabenin yanına. Onları qarşıdıraram. Ya Abu Musa el-Əşari Abdullah bin Məsudun yanına gelir, səhv etmirəmsə. Ola bilər, diğeri ola bilər, diğerləri, ya ikisini ola bilər. Yadımızda qalan budur. Gəlir deyir ki, filan kəslər məsələn
Yəni neynirlər? Bir nəfər deyir ki, məsələn, 100 dəfə Subhanallah deyir. Bunlar da başlayır 100 dəfə Subhanallah deməyə məsəl üçün. Və yaxud yaxşı əməllərini sayırlar daşla və s. Yəni orada indi bir hissəsini deyirəm vaxtımızın azlığından əsas mövzumuza dair. Birincisi həmən sahabə gəlir digər sahabəyə ki, deyir bunu. O sahabə kimin yanına ki gəlir, deyir ki, sən yəni biraz hirslənir belə, qəzəblənir ki, niyə inkar etmədin? Hə? Və sonra ikisi də bir yerdə gedirlər, yəni gedirlər onların yanına və orada deyir ki, bu nədir gördüyüm şey? Yəni bu nədir gördüyüm şey? Yəni siz Allahın Rəsulunun sallallahu əleyhi və səlləm sahabələrindən daha, yəni üstün, yəni mənaca deyirəm, tam söz yanında deyil. Yəni onlardan daha, yəni orada iki şey deyir. Bu münazirə üslubunda tənzil deyilən, yəni güzəştə gedirsən, tutalım ki, bizdə deyirlər, tutalım ki, sən deyəndir, razılaşmırsan onunla. Sadəcə deyirsən, tutalım ki, sən deyəndir. Yəni sən deyən olsa belə heç doğru qərar deyil, çıxartdığın qərar. Yəni sadəcə güzəştə gedirsən ki, onun qəbul etdiyi şey əsasında yenə də yanlış olduğunu, yəni ona belə deyək, izah etmək üçün, isbat eləmək üçün. Və deyir ki, ya deyir siz, necə ki ayədə keçir, ya siz ya da biz zəlalətdəyik. De ki onlara, ya siz ya biz zəlalətdə. Şübhəsiz ki, Rasulullah sallallahu aleyhi ve sellem zəlalətdə deyil, əslində əksinə hidayətdədir. Və orada da sahabə o cür deyir ki, ya deyir siz sahabələrdən daha üstün oldunuz xeyir işlərdə, daha yəni yəni ötdüz onları, daha cəmfəşanlıq, daha hərissiniz, ya da zəlalətdəsiniz. Ya da ki, yəni yeni bir şey çıxarmışsınız. Onlar da deyir, nə deyir? Ey filan kəs, yəni sahabənin adı, Abdullah bin Məsud olur, səhv etmirəmsə. Ey filan kəs, çünki künyəsi desə Abdullah olur. Ey filan kəs, biz deyir, yalnız xeyir istədik. Yəni, məqsəd, fikir verin. Yəni, məqsəd. Yəni, deyir, yalnız biz dərsin əvvəlində nə dedik? Bir çoxların məqsədi gözəldir. Hədəfi gözəldir. Biz deyir, yalnız xeyir istədik. Xeyrə nail olmaq istədik. Həmən sahabə deyir ki, məgər hər xeyir istəyən o xeyrə nail oldu mu? Yəni sən, yəni hər məqsədi olan o məqsədə nail oldu mu? Yəni xeyir istəyə bilərsən. Kimsə məqsədində şübhə etməyə bilər. Həqiqətən səmimidir məqsədində. Yəni xeyir istəyir. Amma məgər hər xeyir istəyən həmən o məqsədinə nail oldu? Yox, yəni. Caiz olmayan bir yolla dediyimiz kimi sünniyə müxalifdirsə, əməlin qəbul olma şərtlərindən nədir? İkincisi, ixlasdan sonra dərsin əvvəlində dediyimiz muvafaqa dediyimiz, savab da deyirlər. Yəni, sünniyə uyğun olmasıdır. Sünniyə uyğun deyilsə, o əməl qəbul olunmur. Bidətə uyğundursa, yəni bidət də olursa, olmur. Ona görə nədir? İbadətin tərifində nə keçirir? Allahın sevib razı qaldığı, sözlər və əməllər, zahiri və batini sözlər var. Yəni, sevib razı qaldı. Allah sevir namaz qılmağımızı, məsələn, oruç tutmağımızı, digər ibadət etməyimizi, etiqad olsun, əməl olsun. Yəni, sevir. Amma razı qalıb qalmayacaq artıq o da sünniyə uyğun olub olmaması. Yəni, bir insan sünniyə müxalif olan şey bidət şəklində namaz qılarsa, Allah namaz qılmasını sevər, amma bidətə uyğun olmadığı üçün, bidətə uyğun olduğu üçün, sünnəyə uyğun olmadığı üçün ondan razı qalmaz və yaxud da bidətə uyğun olduğu üçün heç sevməzlər. Ümumən ibadəti sevər, namaz qılmağı sevər. Amma bidətə uyğun olduğu üçün sevib razı qaldığı ibadət olmadığı üçün nə olur? Qəbul olunmaz və onu sevməz və razı qalmaz. Və qovli hədə və əstəxfirullah li və ləkum və lisəli muslimin. Allah bizi işlib faydalardan eləsin. Allah bizə haqqı haqq olaraq göstərsin. Ona tabi olanlardan eləsin. Batili də batil olaraq göstərsin. Ondan çəkilenlərdən eləsin. Allah bizə sünnəti də sünnət olaraq göstərsin. Bidəti bidət olaraq göstərsin. Allah bizə Allah Rəsulunun sallallahu aleyhi ve sellem yəni bizə açıq gecəsi gündüz kimi aydın olan o sünnəsini olduğu kimi yəni həm öyrənməyi, həm öyrətməyi, həm əməl etməyi, yaşamağı da nəsib eləsin, heç bir qatqısız, bidətsiz və s. Yəni onu naqis edən əməllərsiz. Subhanəkallahumma bihamdik. Əşhədu en la ilahə illə əntə estəğfiruka və etûbü ileyk. Allahümme salli və sellim alə nəbiyyina Muhammed və alə alihi və sahbihi ecmaîn. Esselamu aleyküm və rahmetullahi və berekatuhu.